Emirlə birlikdə bu məsələni müzakirə edəcəyik. Xoş gördük hər-biriniz, xoş gəldiniz. Eldəz müəllim, istərdim ilk növbədə sizinlə başlayaq. Artıq Azərbaycan-Ermənistan sülh prosesi istiqamətində Azərbaycanın Ermənistana göndərdiyi məhz neft məhsulları növbəti partiyası ikinci dəfədir ki, yola salınır və təbii ki, biz ilk dəfə yola salınanda bir iqtisadi Ermənistan tərəfindən sensasiyanın şahidi olmuşduq. Amma bu dəfə artıq Ermənistanda o daxildə yaranan fikir ayrılıqları artıq öz yerini məhz bazar qiymətinə uyğunlaşdırır. Artıq Azərbaycan benzininin alışına, ənənəyə çevirməyə, alışmağına biz görürük, hiss edirik. Ümumiyyətlə, necədir vəziyyət? Bu iqtisadi münasibətlərin artıq Azərbaycan və Ermənistan arasında balanslaşdırılması sülh prosesinin həm də növbəti addımını necə gətirəcək? Bilirsiniz, birinci yük qatarı yola salınan zaman artıq orada birmənalı qarşılanmaması, müxtəlif fikirlər səslənməsi zamanında biz bildirmişdik ki, bu qısa müddətli bir reaksiyadır. Cəmiyyət bunu çox yüksək qəbul edəcəkdir, yüksək mənada qəbul edəcəkdir. Artıq insanlar da həm növbəlik baxımından, orada olan deməli, həmin məhsula yiyələnmək istəyinin çoxluğu baxımından, əlavə olaraq da keyfiyyət göstəriciləri baxımından Ermənistan cəmiyyəti bunu müsbət qarşılamışdır və bu dəfə isə göndərilən deməli həcmin birinci dəfədən təxminən bir 4-5 dəfəyə qədər artıq olması artıq bu yəni görünməyən tərəflərdə belə bu məsələnin müsbət detallarından xəbər verir. Və bu birmənalı şəkildə qeyd etmək olar ki, iki ölkə arasında olan münasibətlərin böyük dinamikasının sadəcə başlanğıcıdır. Məsələn, biz göstəriciyə baxmış olsaq görərik ki, Ermənistanın benzin istehlakı illik 225-230 min ton həcmindədir. Azərbaycan birinci dəfə 1220 ton göndərdi. İkinci, yəni yeni yola salınan qatarda isə artıq 6100 ton benzin yola salınmışdır, 1500 ton da dizel. Bu da toplam hardasa bir hesablasaq, ümumi istehlakın təxminən 3,2%-ni, illik istehlakın 3,2%-ni təşkil edir. Göründüyü kimi, Ermənistan tələbatını ödəmək baxımından, yəni iki qatarlıq həcm böyük deyildir. Amma bunun böyüklüyü onun daşıdığı mənada vardır və onun böyüklüyü Ermənistan rəhbər şəxslərinin artıq ifadə etməsi ki, Azərbaycan benzini hesabına Ermənistanda benzinin 80 dram deməli aşağı düşməsinə gətirib çıxardacaqdır qiymətin. Bu da bizim pula çevirdikdə təxminən 36-37 qəpik təxmini olaraq belə bir göstərici deməkdir ki, yəni Azərbaycan kontekstində də məsələyə biz yanaşdıqda görürük ki, bu yaxşı bir rəqəmdir, heç də pis rəqəm deyildir, bu yaxşı rəqəmdir. Və ikinci bir tərəfdən də mən qeyd etmək istədim ki, hətta benzindən əvvəl belə Rusiya və Qazaxıstan məhsullarının Ermənistan üzərindən, Azərbaycan üzərindən Ermənistana keçməsi ilk başlanğıc olmuşdur. Və bu məhsul nə olmuşdur? Bu məhsul taxıl olmuşdur, bu çörəkdir, bu yəni bizdə bir mənəvi dəyərlərə sahib bir məhsuldur. Ardınca da benzin yanacaq. Yəni Azərbaycan Ermənistanın enerji təhlükəsizliyində öz rolunu artıracaqdır və bu sadəcə məhsul kontekstindən çıxaraq bir ölkənin onlara qarşı amansız davranan digər iki böyük ölkənin əsarətindən qurtarmağa mən düşünürəm ki, xidmət etmiş olacaqdır. Həm şimal kontekstində, həm cənub kontekstində. Maraqlı yanaşmada çox sağ olun. Eldəz müəllim, bilirsiniz, bu məhsullar hazırda hələ də istifadəsini gözlədiyimiz və inanırıq Cənab Prezident də bunu qeyd elədi. Zəngəzur dəhlizi məsələsi açılana qədər Gürcüstan üzərindən aparılır və Gürcüstan da bu yaxınlarda bir açıqlama verilmişdi ki, biz də bununla bağlı ödəniş alacağıq. Gürcüstanın rolunu istəyərdim mən burada siz şərh eləyəsiniz və bundan da əlavə gəlir Zəngəzur dəhlizi açılandan sonra artıq bu məhsullar təbii ki, həmin o dəhliz vasitəsilə də Ermənistana aparıla bilər. Bəs onda Gürcüstan məsələsi hansı yerdə qalacaq? Bununla bağlı şərhdə çox maraqlıdır bizim. Birinci bir məsələ var ki, yəni Zəngəzur dəhlizi olan məsələdə müxtəlif dövrlərdə Gürcüstan tərəfindən açıq və yaxud da qapalı dolayısıyla hansısa bir
belə deyək, xoş qarşılanmayan davranışlar sərgilənmişdir. Təhdidlər səviyyəsinə qədər. Gömrükdə bizim nəqliyyat vasitələrinin saxlanılması və hətta bəzi atmacalar şəklində gedin Zəngəzur dəhlizindən keçin falan kimi ifadələr. Bilirsiniz, əslində bu tip yanaşmalar təbiidir. Çünki Azərbaycan dövləti uzun illər ərzində Ermənistanın siyasətinə görə Ermənistanı bütün regional layihələrdən, beynəlxalq layihələrdən kənarlaşdırmışdır. Yəni Cənub qaz dəhlizi, onun ayrı-ayrı hissəsi olan istər tapın təminat məsələsində, Cənub Qafqaz boru kəmərində, Bakı-Tbilisi-Ceyhanda, Bakı-Tbilisi-Qars dəmir yolunda, eyni zamanda bu Xəzər dənizi, Avropa yaşıl enerji dəhlizində və s. və ilaxır. Və bunların hər biri biz toplasaq 100 milyard dəyərinə yaxın olan bir investisiya tutumlu bir layihələrdir və Azərbaycan dövləti Qərbin, hətta o vaxtı ABŞ-ın, Avropa İttifaqının davamlı israrına baxmayaraq Ermənistandan bu xətlərin heç birinin keçilməsinin tərəfdarı olmadı. Ta o vaxta kimi ki, Ermənistan öz tutduğu yoldan daşınsın. Və ölkə olaraq da təbii ki, başda cənab prezident olmaqla hədəflərə nail olundu. Və hədəflərə nail olunan zaman, yaxşı Ermənistandan bu getməsin, hardan getsin? Gürcüstandan. Bəli. Yəni bu səbəbdən, yəni bu münaqişə hətta uzun müddətli bir dövr ərzində Gürcüstan üçün bir göydən düşmə bir fürsət olmuşdur sanki, onların iqtisadiyyatı üçün. Oturub hesablanan olsa, Azərbaycanın deməli, ixrac istiqamətində Azərbaycanın təşəbbüskarı olduğu dəhlizlərin fəaliyyəti nəticəsində Gürcüstan iqtisadiyyatı milyardlarla vəsait əldə etmişdir və eyni zamanda da Azərbaycandan enerjini və digər belə deyək, istiqamətli məhsulları daha səmərəli, sərfəli şəkildə əldə etmişdir. Və bugün Zəngəzur dəhlizinin artıq ehtimal olunması təbii ki, o fürsətin qaçması ehtimalı ilə bağlı bir ortam yaradır. Birincisi, alternativlər hər zaman vardır. Məsələn, axı Gürcüstanın özünə daşınan yüklər yalnız Azərbaycandan gəlmir ki, müxtəlif istiqamətlərdən də gəlir. Yəni, bu birincisi doğru yanaşma deyil. Bir qonşuluq münasibətinə doğru yanaşma deyil. İkinci bir məsələ, məsələn, Zəngəzur dəhlizinə paralel olaraq Araz dəhlizi yaradılır Gürcüstan ərazisindən. Biri Ermənistandan, biri Gürcüstandan, biri də deməli, bəli, İrandan Araz dəhlizi. Məsələ nədir? Məsələ odur ki, ümumiyyətlə, harda rəqabət varsa, rəqabət olan mühit daha yaxşı işləyir. Rəqabətin olmadığı mühit də problemlər yaşananda tərəflər əziyyət çəkir. Yəni, dəhliz də bir növ rəqabət şəraiti yaradır. Yəni, bir-birinə düzdür, açıq şəkildə deyilməsə, bu dəhlizə rəqib deyil, ya bu bunun alternatividir. Amma alternativlər olduğu zaman hər bir ölkə bilir ki, mənsiz də Azərbaycan artıq keçinə bilər. Yəni, bu baxımdan Azərbaycan həm orta dəhlizin bir segmenti olaraq Gürcüstan üzərində fəaliyyət göstərəcəkdir. Zəngəzur dəhlizi vasitəsilə bu fəaliyyət olacaqdır və məsələn 10 il sonra, 15 il sonra prosesdir, həyatdır, bilmək olmur Zəngəzur dəhlizində hansısa bir geosiyasi faktorlardan bir dayanmalar baş verirsə, 1 aylıq, 3 günlük, 5 günlük məsələn, alternativ varmı? Var. Var. Biz o baxımdan dəhlizlərə qısqanclıqla yanaşmaq doğru deyil. İkinci bir tərəfdən, bəli, ikinci bir tərəfdən. Məsələn, məsələ nədir? Məsələ odur ki, yaxı Zəngəzur dəhlizi eyni zamanda Avropanın, Qərbin, ələlxüsus da Türkiyənin Mərkəzi Asiyaya çıxması üçün ən yaxşı yoldur. Bugün Türkiyənin ticarət dövriyyəsində Mərkəzi Asiya Respublikalarının payına baxmış olsaq çox kiçikdir. Türk dövlətləri birliyi bu qədər siyasi birlik, amma ticari dövriyyə, iqtisadi münasibətlər yetəri qədər deyildir. Yenə də fiziki bağlılığın olmaması, yəni bunu dəhliz ifadəsində deyirəm, nəticə etibarilə iqtisadi dövriyyədə, təkcə ticarət dövriyyəsində deyil, bütün iqtisadi fəaliyyətlərdə öz mənfi təsiri göstərir. Yəni Zəngəzur dəhlizi həm də Türkiyənin Orta Asiya çıxışını təmin eləyəcəksə və bu zaman artıq Çin, Qazaxıstan, Özbəkistan və s. və ilaxır hər biri məhz bu dəhliz üzərindən, Zəngəzur dəhlizi üzərindən Türkiyə və Avropaya açıldığı zaman artıq yəni həcmin artması Gürcüstan tərəfdən olan bu dəhliz ki vardır, istifadə olunur bugün, ona ciddi zərər vurmayacaqdır bir məna olsa. Çünki dinamika elə bilirsiniz nəyə bənzəyir? Məsələn, bir boru ilə su gedir, ikinci, üçüncü borunun qoşulması o zaman problem yaradar ki, təzyiq artırmasın. Amma ikinci, üçüncü boru qoşulur
və bu zaman mərkəzi hissədən təzyiq artırılır. Çinin hazırda vəziyyətini biz bilirik necədir, açılması baxımından, strategiyası baxımından. Məsələn, artıq Gürcüstan iştirak edib Azərbaycanın təşəbbüskarı olduğu yaşıl enerji dəhlizində. Buxarestdə deməli Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan yaşıl enerji dəhlizində Azərbaycanın təşəbbüskarlığı və Gürcüstan iştirakçıdır. Və artıq Mərkəzi Asiya Respublikaları Azərbaycana müraciət ediblər. Oxşar dəhliz Azərbaycan və Orta Asiya arasındadır və bundan sonra da artıq Gürcüstan üzərindən də keçə biləcək, Zəngəzur dəhlizi vasitəsilə keçə biləcək. Yəni bu coğrafiyada iqtisadi inkişafın olması bu coğrafiyanın sevməyənlərin özlərinin belə iqtisadiyyatına çox müsbət təsir göstərəcəkdir. İnanın mənə. Yəni, belə deyək, mübaliğəsi sonra qeyd etmək istədim ki, nəticə etibarilə iqtisadi aktivlik ən pasiv tərəfə belə iqtisadi dividend gətirir. Yəni, məsələ budur ki, Azərbaycan, Ermənistan istisna olmaqla heç bir ölkəyə qarşı oxşar davranışlar sərgiləməyib. Yəni, Azərbaycanın bugün nüfuzunu artıran, mən düşünürəm ki, onun yerləşdiyi coğrafi koordinat, yəni dəhlizlərin yerləşmə nöqtəsi olmazdan əlavə Azərbaycanın dediyi sözdə və yanaşmasında etibarlılıq nümayiş etməsi. Yəni, enerji resurslarından, nə də dəhliz mövqeyindən hansısa ölkəyə qarşı siyasi təsir alət kimi istifadə etməyib. Və bu faktor hər bir ölkəni Azərbaycanı hər bir ölkə üçün aktual eləyir. Və bu faktorun çox böyük rol vardır. Çünki istər-istəməz, yəni istənilən investor, yəni ölkənin özü də investor kimi çıxış edir. Əslində dəhlizlər üzərində bir mövqe qoyanda da istənilən investor, istənilən coğrafiyada öz fəaliyyətini qurarkən, münasibətlər formalaşdırarkən oradan götürəcəyi dividendlər ikinci dərəcəli, birinci dərəcəli ora yatırılmış vəsait və yaxud da ora itirilmiş zamanın sonradan sıfırlanmamasıdır. Azərbaycan kontekstində bu məsələ bilinir ki, dövlətlər tərəfindən Azərbaycan bir məsələdə hə dedisə bir məsələyə, yəni orada o duracaqdır. Və bu kontekstdə də bugün məsələn, bugün nədən Azərbaycan dərhal benzin göndərdi, ardınca digərini göndərdi? Yəni bu bir nümayişdir ki, biz Ağ Evdə verdiyimiz sözə əməl edirik. Biz edirik və edilməsini də tələb edirik. Yəni bu kontekstdə mən düşünürəm ki, bugün Ermənistana göndərilən 3 illik sərfiyyatın 3-4% olan həcm təbii ki, Ermənistanı 2026-cı ildə və yaxud da 2027-ci ildə tam olaraq digərlərindən asılılıqdan azalda bilməyəcəkdir. Amma məsələ odur ki, artıq bu ciddi bir siqnaldır ki, biz sizsiz də keçinə biləcək. Onsuz da belə bir şəraitdə tək benzin məsələsi deyil. Məsələn, biz ömrü boyu nəyə görmüşük ki, Ermənistan və Rusiya arasında olan ticarət dövriyyəsi Azərbaycan və Rusiya arasında olan ticarət dövriyyəsinin 70%-dən yuxarı qalxmayıb. Yəni, məsələn, bizdə 3 milyard olanda onlarda olub 2,1 milyard ticarət dövriyyəsi. Amma necə təqdim edildilər? Amma nə baş verdi? Təqdimatda nə baş verdi? Nə zaman ki, 2022-ci ilin fevralın 24-də Rusiya və Ukrayna arasında olan bu məsələ başladı, artıq Ermənistan və deməli, Rusiya arasında olan rəqəmlər şişməyə başladı. Təsəvvür edin ki, hətta tək bir neçə il deyildi, yəni 92-ci ildən bəri statistikaya baxdığımızda 50-70% civarında gedib, Azərbaycan göstəricisinin altında gedib. Amma 2022-ci ildən sonra elə 2022-ci ilin özündə gəlirlər Azərbaycanı çəkdilər, sonra 5 milyarda qalxdılar, sonra 7 milyarda və 2024-cü ildə artıq 13 milyard dollara yaxın Azərbaycandan 3-4 dəfəyə yaxın artıq ticarət dövriyyəsi formalaşdı. Amma göstərilir ki, Ermənistan-Rusiya münasibətləri... Hə, budur. Burada nədir məsələ? Yəni, bu münasibət onların hər ikisinə sələf edir. Çünki Ermənistan bilavasitə daha doğrusu Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edirdi. Əslində, Ermənistan Rusiya malını, belə deyək də, sadə dildə tamaşaçılarımız üçün aydın olsun deyə, Rusiya malını alaraq sonra satırsa, artıq həm iki ölkə arasında olan ticarət dövriyyəsinin göstəricisi yüksək olur, həm də Rusiya sanksiyadan yayınmış olur və yəni ki, üçüncü ölkələri ötürmə falan və məsələ nədir? Məsələ odur ki, həmin göstərici artıq 2025-ci ildə azaldı.
Çünki sanksiyalar daha diqqətli oldu, ayrı-ayrı istiqamətlərdən təpkilər oldu, münasibətlər o qədər də yaxşı deyil. Eyni zamanda Rusiyanın özündə iqtisadi vəziyyət nə qədər gizlədilsə də, statistik belə deyək də manipulyasiyalar olunsa da, amma artıq görünür ki, məsələ, vəziyyət o deyil. Və bu getdikcə azalmağa başlayır. Amma əvəzində Azərbaycanın göstəricisi artıq 2024-cü ildə 6 milyarda yaxınlaşmışdı. Yəni artıq artım dinamikası var. Yəni az-az artım həyatda da, yəni istənilən münasibətdə də, digər faktorlarda belə ki, tədricən olan bir artım dinamikası o dayanıqlıdır. Bəli. Qalxdığı mövqeyi möhkəmləndirir, sonra qalxır. Amma köpük şəklində şişmə bir qədər sonra partlayır. Amma bir gün Ermənistanda Paşinyana yəqin heykəl qoyacaqlar Ermənistanı bu iqtisadi blokadadan çıxartdığı üçün. Türkiyə ilə münasibətləri, Azərbaycanla münasibətləri düzəldiyi üçün. Çünki orada iqtisadi strukturlar hazırda digər ölkələrdən hədsiz asılı vəziyyətdədir və blokada şəraitində yenə də məsələn adam başına düşən ÜDM-lərində, başqa göstəricilərində artım dinamikası var. Və belə bir artım dinamikasının olduğu dönəmdə yaxın qonşu ilə münasibətlərinin də yaxşılaşması və Zəngəzur dəhlizinin oradan keçməsi, bəli, Azərbaycanın növbəti beynəlxalq layihələrində bu ölkənin iştirakçı olması, Türkiyə ilə ticarət sərhədlərinin açılması, ticarətin formalaşması bu ölkəyə xarici investisiyalarına gəlməsinə səbəb olacaq və bu ölkənin iqtisadi inkişafına da səbəb olacaq. Və artıq o zaman bir 10 il sonra bilavasitə Ermənistanda iqtisadiyyatdan heç xəbərsiz olan ən sadə vətəndaşı belə bu fərqi hiss eləyəcəkdir. Baxın, bugün Ermənistan rəsmiləri artıq Azərbaycana nə ixrac etmək haqqında fikirlər söyləyirlər. Bəli, onu açıqlayacaqdım. Paşinyanın bir açıqlaması da olub bugün. Deyir ki, Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahıları mübadiləsini aparır və öyrənir və qeyd olunub ki, hökumətin Azərbaycan benzinini kimlərin alacağını necə müəyyən etməsindən bağlı sualı şəkillə Paşinyan da qeyd edib ki, bazar əvvəlcədən araşdırılıb və təklif bu imkanı siyasi aksiyaya çevirməyəcək şirkətlərə verilib. Yəni burada şirkətlərin də bir önəmi var. Biz ümumiyyətlə axı məhsul istehsal olunursa bunu şirkət eləyir. Dövlət oturub məhsul istehsal etmir. Yəni xaricdən maliyyələşən şirkətlərin məhz bura qatılmaması məsələsinə necə yanaşırsınız? Yəni sırf milli şirkətlərdən sonra. Bilirsiniz, o artıq dövlətin özünün apardığı iqtisadi siyasətlə bağlıdır. Yerli sahibkarların dəstəklənməsi üçün müxtəlif siyasət həyata keçirilir. Gömrük tənzimləmələri vasitəsilə, vergi tənzimləmələri vasitəsilə, digər inzibati metodlarla ki, bilavasitə yerli sahibkarlığın bu istiqamətdə fəaliyyətinin dəstəklənməsi üçün. Məsələn, Azərbaycanla olan ticarət dövriyyəsində və yaxud da Azərbaycanla olan münasibətlərdə bilavasitə yerli sahibkarların ixracına, yəni Azərbaycana ixracına Ermənistan tərəfindən ayrıca dəstək mexanizmləri, təşviq mexanizmləri hazırlana bilər və Ermənistanın bugün ixracına baxsaq görərək ki, kifayət qədər Azərbaycana potensial olaraq ixrac edə biləcəyi məhsulları var. Alüminium falqaları var, elektrik materialları var, deməli, energetika sahəsində olan məhsullar var, qızıl zinət əşyaları var, tekstil məhsulları var. Yəni, kifayət qədər saymaq olar və bugün onlar bu məhsullarını Avropaya da ixrac edirlər, Rusiyada ixrac edirlər və o coğrafiyanın hər birindən Azərbaycan yaxındır. Azərbaycan yaxındırsa, artıq erməni sahibkarı üçün daha yaxşı bazardır. Logistik xərclər qiymətin maya dəyərinin üzərində oturur. Qiymət maya dəyəri artdığı zaman artıq məhsul xarici bazarda ucuzmuş olur. Yaxın məsafədə rəqiblərə qalib gəlmək daha yaxşıdır. Bu müharibədən əvvəl bu təcrübə var idi da bizdə. Birinci Qarabağ müharibəsindən əvvəl, yəni Sovet imperiyası dövründə. Valla orada biraz başqa cür idi. Orada bir ölkə daxilində idik. Təbii. Yəni orada bir SSR daxilində idi. Yəni oradakı mal mübadilələri tamam fərqli struktur. Bəlli qiymətlər var idi orada. Tam orada, yəni qiymət müəyyən edilirdi. Bu başqa məsələ idi. Orada gömrük haqları, burada nə bilim tutulma vergilər, digər yanaşmalar. Yəni orada belə bil ki, belə deyək də, Naxçıvan sistem tamam fərqli idi. Yəni iqtisadi dildə desək, Sovet dönəmində buna deyirdilər, biz tələb olanda o öyrənirdik, axırıncı illərində də 99-cu ildə falan ki, inzibati amirlik sistemi idi orada iqtisadiyyat, planlı iqtisadiyyat idi. Hazırda isə sistem idarə etmə sistemi idi, amma iqtisadi olaraq inzibati amirlik iqtisadi sistemi idi. İndi artıq tamam fərqli bir yanaşmadır və təbii ki, yəni prinsip etibarilə hətta mən deyərdim ki, əgər biz özümüzdə 95 markalı benzini
belə deyə istehsalını öz daxili tələbatımıza ödəyə bilməsək, heç şübhələnmərəm ki 10 ildən sonra Azərbaycan nefti ilə Ermənistan 95 markalı benzini də bizə satmaq istəməsin. Yəni onların ixrac strukturuna və ixracda olan artım dinamikasına baxdığımız zaman bu potensial görünür orada. Azərbaycan yaxın şərqə məhz bu istiqamətdə yox, iqtisadi mənada giriş etmək istəyir və biz bunun şahidi də olduq. Məsələn, SOCAR-ın Suriyaya verilməsi məsələsini görmüşdük. Bununla bağlı buyurun. Sülh müqaviləsi ilə bağlı qısa bir qeyd bildirmək istəyirəm. Yəni ki, bu gün biz sülh müqaviləsini imzalamaq üçün benzin verək, taxıl yola salaq. Yəni bu tip şeylər sülh müqaviləsi üçün edilir demək də bir qədər desək doğru olmaz. Nədir məsələ? Yəni sülh müqaviləsinin bağlanması üçün görülməli olan müəyyən işlər var. Məsələn, konstitusiyada dəyişiklik, Ermənistanda falan. O isə zaman alır. Tamam, indi o zamana qədər biz durub gözləməyəcəyik ki, biz münasibətləri qururuq sülh gündəliyimizə uyğun. Yəni proses buradan dolayı gedir. O ki qaldı Azərbaycanın deməli yaxın şərqə dair fəaliyyətinə, o cümlədən də deməli Suriyaya qaz ixracı. Bilirsiniz, Azərbaycanın yaxın şərqlə hələ Sovet dönəmində Azərbaycanın peşəkar neftçiləri yaxın şərqdə olan ərəb dövlətlərində, ümumiyyətlə o istiqamətdə, Misirdə və digər dövlətlərdə çox böyük əmək fəaliyyəti ilə məşğul olublar və Azərbaycanın neft sənayesi üzrə olan fəaliyyətini, təcrübəsini orada sanki bir məktəb yaradıblar deyə bilərik tam şəkildə. Bu bir istiqamətdir. Digər istiqaməti isə və bu günə olan konkret olaraq Azərbaycanın yaxın şərqlə iqtisadi münasibətlərinə, bilirsiniz, Azərbaycanın neft ehtiyatları kiçik olsa da, amma Azərbaycan neft sənayesi üzrə çox böyük tarixi bir fəaliyyət zəncirliyinə malikdir. Həm idarəçilik prosesləri baxımından, həm ayrı-ayrı mütəxəssislər baxımından, real layihələr baxımından və neft olan coğrafiyada Azərbaycanın mövcudluğu, istər Azərbaycan şirkətinin investisiya şəklində, ya onun mütəxəssisinin orada olması şəklində, ya idarə edicisinin orada olması şəklində bu ölkələr üçün töhfədir. Bir də var Azərbaycanın Suriyaya qaz ixrac etməsi məsələsinə ki, Türkiyə üzərindən. Bu artıq deməli bir müddət əvvəl Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi Suriyada hazırda deməli elektrik enerjisi təchizatı ilə bağlı çox ciddi problem var. Çünki orada yaşanan münaqişə Suriya infrastrukturunu, ələlxüsus da enerji infrastrukturunu dağıtmışdır, məhv etmişdir və hazırki vəziyyətdə bütün güc demək olar ki, istilik elektrik stansiyaları hesabına formalaşır. İstilik elektrik stansiyasının da elektrik enerjisini alması üçün lazım olan əsas xam mal qazdır. Qazın da azlığı elektrikin istehsalına imkan vermir və bu kontekstdə Azərbaycan sadəcə onlara belə deyək, bildiyimiz yanacaq qazı deyil, eyni zamanda Suriyanın heç olmasa bir qism hissəsinin işıqla təmin edilməsində, yəni bir məcazi, bir mənəvi faktor olaraq qeyd edirəm ki, işıqlandırılmasına. Vəziyyətlə əlaqədar olur. Bilirsiniz, qazın verilməsində hansısa birisi qaz böyük həcmdə deyil. Yəni Azərbaycanın 50 milyard üzərində hasilatı var, 25 milyarddan artığını ixrac edir və bunun qarşılığında 1% həcmində deyildir ki, ixracın Suriyaya ötürülməsi ilə bağlı olan göstərici. Və amma ki, bilirsiniz, elə davranışlar var ki, böyük resurs tələb etməsə də, lazımi məqamda o davranışları etdiyi zaman ölkənin nüfuzu çox artır. Məsələn, pandemiya dövrü Azərbaycanın ayırdığı vəsait vardı BMT şərbəsində və yaxud da ki, digər yardıma ehtiyac olan ölkələrə qarşı göstərdiyi münasibətdir, bu gün Suriyaya qarşı göstərdiyi münasibətlərdir. Yəni, bu kontekstdə Azərbaycanın belə bir qərar verməsini və həyata keçirməsini bir mənalı olaraq tam doğru davranış hesab edirəm. Bir məsələni də qeyd etdim, bu yenə də siyasi prizmadan baxacaq mən bura. Bu həm də ki, siyasi məsələdir. Nəyə görə? Çünki bildiyimiz qədər Suriya birbaşa tamamilə Türkiyənin nəzarəti altındadır və orada baş verən proseslərə iqtisadiyyatdan tutmuş hərbiyə qədər, saxlanmaya qədər bütün Türkiyənin nəzarəti altındadır və o cümlədən Azərbaycanın Suriyaya qaz ixrac etməsi, onun enerji sektorunun bərpa olunması, təmin olunması eyni zamanda Azərbaycan Türkiyəyə yardımı məsələsidir və Azərbaycan Türkiyə ilə birlikdə məsələn Suriyanın dirçəlməsinə yardım edir. Eyni zamanda bu Azərbaycan digər Türk dövlətlərinə bir mesajıdır, bir örnəyidir ki, məsələn sabahları
Türkmenistan, Özbəkistan, Qazaxıstan eyni zamanda Azərbaycanla birlikdə Türkiyənin yanında olacaq və Türkiyənin yaxın şərqdə atdığı addımları dəstəkləyəcək öz əməlləri ilə, iqtisadiyyatı ilə. Çox sağ olun. Təşəkkür edirəm minnətdaram hər ikinizə. Ətraflı, detallı şərhlərinizə və fikirlərinizə görə. Bəli, bir daha xatırlatmaq istəyirəm ki, studiyamızın qonaqları beynəlxalq münasibətlər üzrə siyasi analitik Əli Musa İbrahimov və iqtisadçı Eldəniz Əmirov idi və biz bu gün Azərbaycanın növbəti dəfə Ermənistana göndərdiyi neft məhsullarını və həmçinin yaxın şərqdə gedən prosesləri və Azərbaycanın yaxın şərqdəki iqtisadi və siyasi rolunu müzakirə etdik. Sabah 20:00-da yenidən qarşınızda olacağıq. Sağ olun, salamat qalın.